Məhəmməd bəy, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında səslənən xəbərdarlıqlar və Birləşmiş Ştatların sərt mövqeyi fonunda İran ətrafında yaranan beynəlxalq təzyiqi necə qiymətləndirirsiniz? İranda baş verən etiraz aksiyaları məhz İrana qarşı beynəlxalq izolyasiya və iqtisadi sanksiyaların məntiqi nəticəsidir və bu gün də gözlənilir. Həmçinin İrana qarşı məhz Amerika Birləşmiş Ştatlarının strateji planı bundan ibarətdir ki, İran rejimi devrilməlidir və onun yerinə seçkilərlə, demokratik yolla seçilən sistem qurulmalıdır. Amma göründüyü kimi İran rejimi hələ dirəniş göstərir, etirazçılara qarşı silahlardan istifadə edir. Yəni, proses davam edir. Beynəlxalq BMT-nin Təhlükəsizlik Şurasının verdiyi qərarlar, həmçinin Amerika Birləşmiş Ştatlarının sərt qərarları düşünürəm ki, İran rejimi üçün də son xəbərdarlıq kimi də xarakterizə etmək olar. Əgər İran yenidən manipulyasiya edib, öz ənənəvi siyasətindən qayıdarsa, artıq Amerika Birləşmiş Ştatları B planına keçə bilər. Yəni, İrana qarşı nöqtə hərbi əməliyyatları keçirilməsi də istisna deyil. İndi hazırda ABŞ-la İran arasında konfidensial danışıqlar aparılır. Və burada Türkiyənin də rolu var, Səudiyyə Ərəbistanın da, Omanın da və onlar çalışır ki, bu məsələ diplomatik yolla həll olunsun. İranda struktur islahatları, hakimiyyətin vilayət fərqdə, ali dini rəhbərdən prezidentə keçsin. Yəni, bu məsələlərin müzakirə olunmasını istisna etmirəm. ABŞ-ın da tələbi bundan ibarətdir. Amma təbii ki, bu proseslər regional və beynəlxalq balansa ciddi təsir edir. Məhz İran ümumiyyətlə yaxın şərqdə uzun illər proksi müharibə aparır. Yaxın şərqdə şiə məzhəbi strategiyasını həyata keçirir və bununla Xumeyni xəttini bu istiqamətdə regionda öz təsir balansını formalaşdırmağa çalışır. Artıq yaxın şərqdə onun bu siyasətinə ciddi zərbə vuruldu. İndi İran öz daxili problemləri ilə artıq gündəmdədir. Təbii ki, orada rejim dəyişməsi gedən proseslər beynəlxalq nizamda yenidən şəkillənməsi də təbii ki, İran hakimiyyəti demək olar ki, düşərsə, bu Amerika Birləşmiş Ştatlarının beynəlxalq və yaxın şərqdə geosiyasi mövqeyini gücləndirə bilər. Yəni, Amerika Birləşmiş Ştatlarının regionda ABŞ, Rusiya və Çin, Rusiya, Çin və İran xəttinə böyük zərbə vurmuş oldu. Çünki İran uzun illərdir ki, məhz Rusiya, Çinlə həmçinin bu müstəvidə Venezuela da var idi. Qərbə qarşı yeni koalisiyada yer alırdılar. Və Amerika Birləşmiş Ştatları da məhz Venezuela və ardınca da İrana qarşı həyata keçirdiyi bu təzyiqlər təbii ki, beynəlxalq siyasi nizama ciddi təsir edir. Həmçinin uzun illər formalaşmış Rusiya, Çin və İran xəttini də pozmuş olur və burada təbii ki, baş verən proseslər ABŞ-ın indiyə kimi İran strategiyasının məhz məntiqi nəticəsidir. Məhz hazırki proseslər də Vaşinqton elə uzun illərdir ki, çalışırdı ki, proses bu müstəvidə baş versin. İndi proses qaynayıb Amerika Birləşmiş Ştatları orada əgər rejimi dəyişəcəksə, qeyd etdiyim kimi bu beynəlxalq müstəvidə, həmçinin bizim regionda da yeni bir proseslərə gətirib çıxara bilər. Təbii ki, o proseslər də ondan ibarət olar ki, oradakı əgər pəhləvilər və yaxud digər qurumlar və yaxud hökumət, İslam dini rejim, dini hakimiyyətin tamamilə prezidentə səlahiyyəti verməsi, təbii ki, bütün senarilər masadadır və bu regionda müsbət və mənfi proseslərə gətirib çıxara bilər. Amma bir sözlə, artıq İranın hazırki vəziyyətə düşməsi öz problemləri ilə olum və ölüm dileması arasında qalıb və yaxın şərqdə həmçinin uzun illərdir ki, Cənubi Qafqaza da İran təsirləri və təzyiqlər göstərməyə çalışır. Yəni, göründüyü kimi artıq İranın regional təsirləri, təzyiqləri tamamilə neytrallaşdırılır və təbii ki, bu da beynəlxalq nizamın formalaşmasında mühüm rol oynayan bir prosesdir və təbii ki, bunun da əsas müəllifi də elə Amerika Birləşmiş Ştatlarıdır. Və düşünürəm ki, İran rejimi mütləq şəkildə
gedəcək. Çünki 12 günlük İsrail-İran müharibəsində İran hakimiyyəti ciddi nəticə çıxarmadı. Öz xalqına qarşı silah işlədən, yüzlərlə vətəndaşını öldürən bir sistemin artıq legitimlik problemi var. Və həmçinin İran rejimi də başa düşməlidir ki, bu günləri onu Amerikanın bombardmanından indiyə kimi düşmənçilik apardığı Türkiyə, Səudiyyə Ərəbistanı və Oman onu xilas edir. Yəni, İran rejimi ya konstruktiv mövqeyə getməlidir, struktur islahlara getməlidir, yaxud da tamamilə hakimiyyətdən silinməlidir. İndi Amerika Birləşmiş Ştatları çox çalışdı ki, etiraz aksiyonları ilə prosesi davam etdirsin, hökmü oradakı dini rejimi devirsin. Mən düşünürəm ki, proses artıq başlayıb, sadəcə olaraq zaman məsələsi var. Artıq İran hakimiyyəti də bunu anlayır.